Hazır mıyız çocuklar? Yes. Hadi. Herkese yeni vlogdan salamlar. Bugün Royal velosiped almağa gedəcəyik. Daha sonra isə uşaqları parka aparacaq. Biraz oynasınlar. Royal da yeni velosipedini sürsün və vlog çəkmək qərarına gəldim. İnşallah ki, yaxşı alınar. İndi hazırlaşdıq və gedirik. Şoferin köməkçisi olaraq maşını həyətdən çıxardıram. Hazır mıyız çocuklar? Yes. Hadi. Ana ihtiyatlı bir peyama bir Kuş var. peyama. Ana. Hı. Ben kuşum o. Və axır ki, Royalın velosipedini aldıq. İlk öncə bir yerdən soruşduq. Orada 100 manat dedilər. Daha sonra isə Vasmoyda biraz yuxarı tərəfdə velosiped dükanından 85 manata aldıq. Hardasa təxmini hər yerdə 80-100 manat arası idi. Royala aldığımız velosiped bunu 16 nömrəli idi. Bundan daha balaca velosipedlər isə 65 manat idi. Və uşaqları parka gətirdik. Parka gələn Royal isə əlbəttə ki, velosipedini sürmədi. Bu maşınları görəndən sonra biraz maşın sürdülər, oyunlar oynadılar. Parkdan sonra Royal demişkən yeyib içməyə gəldik. Uşaqlar yemək yeməmiş, ən əsas da o kartofelini yeməmiş evə gələ bilməzdilər. Daha sonra isə ayaqqabı almağa gəldik həm Royala, həm də özümüzə. Burada isə Royal öz performansını göstərir hər zamanki kimi. Bu
isə artıq səhəri gündən olan vlogdur. Uşaqlara səhər yeməyi hazırlayırdım. Hər zamanki kimi mənim qoçaq oğlanlarım özləri yeməyi bişirmək istəyirdilər. Yavaş yavaş. Yok anne vurma. Uşaqlar yatdılar, mən isə indi hazırlaşacağım. Çünki axşam ad gününə gedəcəyik. Xalam nəvəsinin ad günüdür. Uşaqlar yatmışkən onlar nə geyinəcək, özüm nə geyinəcəm, hər bir şeyi, geyimləri hazırladım. Daha sonra çantamı hazırlayacağım və özüm geyinib hazır vəziyyətdə gözləyəcəm. Çünki uşaqlarla birlikdə hazırlaşıb çıxmaq böyük bir problemdir. Hələ nə qədər hazırlaşsam da, çantamı yığsam da, uşaqlarla evdən çıxanda yenə də ilk 15 dəqiqə çıxmamışdan öncə evdə aləm dəyir bir-birinə. Gəldik anamgilə, onlarla birlikdə gedirik. 20 nəfər maşında qucaq-qucağa oturduqdan sonra isə gedirik. Git kakaların yanına. Haycan. Sen de git de onların yanına. Haycan. Tahir git. Tahir git. Haycan. Gelecek. Dik. Könlü çəkirəm. Bakın da bir. Mesela Mustafa bunu gönder. Yaxşı, onu da evdə geyir. Çek. Həsən əmi qoyacağım ha sən YouTube'a. Hüseyin abi. Niloya gəldi uşaqları əyləndirməyə, ancaq əsas ad günü olan qızımız Aliya isə qorxdu, Tahir də qorxdu, ağladılar. Onlardan başqa isə hamı əyləndi. Ən əsas da böyüklər. Niloya biraz özünü yaxın hiss etdi.
Aliyə gördü ki, anasından bizə qulluq eləyən olmaz. Çay süfrəsini o hazırlamaq qərarına gəldi. Gördüyünüz kimi anası öz rahatlığını düşünür, oturub çay içir. Sanki biz yox, o qonaq gəlibdi. Və günün sonunda ev sahibi bizim gedişimizə o qədər sevindi ki, bizi çox böyük bir atəşfəşanlıqla yola saldılar.